Salam, hər vaxtınız xeyir olsun, əziz 5-cilər, hörmətli valideynlər. 5-ci sinif riyaziyyat dərsindən izahlarımız davam edir. Mövzumuz 3.3 onluq kəsrlərin yuvarlaqlaşdırılması. Onluq kəsrləri yuvarlaqlaşdırarkən qayda olaraq natural ədədlərdə yuvarlaqlaşdırma qaydası necədirsə, eyni qayda yerinə yetirilir. Sadəcə onluq kəsrlərdə kəsr hissə və tam hissə var və onluq kəsrləri yuvarlaqlaşdırarkən eyni natural ədədlərdə olduğu kimi, yəni yuvarlaqlaşması tələb olunan mərtəbənin sağında, yəni ondan kiçik mərtəbədə duran rəqəm baxılır, həmin rəqəmə baxılır. Əgər yuvarlaqlaşması tələb olunan mərtəbədə sağda duran rəqəm 5 və 5-dən böyük olarsa, bir vahid artacaq yuvarlaqlaşması tələb olunan mərtəbədə duran rəqəm. Yox, əgər 0-dan 4-ə qədər olarsa, yəni 4-ə qədər rəqəmlərdən təşkil olunubsa sağda duran rəqəm, o zaman olduğu kimi qalır, sağdakılarsa 0 rəqəmi ilə əvəz olunmuş olur. Nümunə olaraq göstərmiş olaq buradan. 1-2, məsələn deyək, 2 tam 1357. Əgər biz bunu, məsələn deyək ki, %1-lərə qədər yuvarlaqlaşdırmış oluruqsa, bu zaman baxırıq ki, %1 mərtəbəsinin sağında duran rəqəm 7-dir. O zaman 5 bir vahid artacaq, olacaq 6. 7 0 olur, amma biz bilirik ki, kəsrin sonuna sıfırlar yazılmaya da bilər. Məsələn, əslində belə də yaza bilər. Məsələn, 2 tam 1360 və yaxud da ki, bu sıfırı silirik, olur 2 tam %36 kimi yazmış olarıq. Və yaxud da əgər biz həmin ədədi, eyni ədədi 2 tam 1357-ni götürək, bu dəfə onda birlərə qədər yuvarlaqlaşdırmış olsaq, yenə də eyni qaydada sağındakı 5 olur. Yox, əgər məsələn təhliklərə qədər yuvarlaqlaşdırmış oluruqsa, təhliklər mərtəbəsində sağında duran, yəni kəsr hissəyə keçmiş olur ki, onda birlər mərtəbəsində 3 olduğuna görə, deməli, bu 2 olduğu kimi qalmış olacaq və biz bura 2 yazırıq. Kəsr hissəyə sıfırlar yazmağa ehtiyac yoxdur. Yəni, götür bura 3 dənə sıfır yazmağa ehtiyac yoxdur. Nə edirik? Deyir ki, 2 tama bərabər olmuş olacaq. Bu qaydaya görə biz onluq kəsrləri belə deyək də müqayisə edirəm, yuvarlaqlaşdırmış olaraq. Gəlin keçək tapşırıqlara. Yəni, onluq kəsrlərin yuvarlaqlaşdırması zamanı ədəd oxundan da istifadə etmək olar. Ədəd oxunda yuvarlaqlaşdırma daha yaxın olan mərtəbəyə yuvarlaqlaşdırıqsa, həmin mərtəbəyə yuvarlaqlaşdırmış olarıq. Yəni, burada artıq kəsr hissənin sonunda sıfırların yazılmasına ehtiyac qalmır. Yəni, o sıfırı yazmırıq. Bir də yazır ki, ədəd oxunda qeyd edilmiş nöqtələrə uyğun onluq kəsrləri müəyyən edin və hansı natural ədədə daha yaxın olduğunu tapmaqla təhliklərə qədər yuvarlaqlaşdırın. İlk öncə biz nöqtələrə uyğun kəsrləri müəyyən etməyimiz lazımdır. Gəlin buradan. Oradan baxaq. Tamam. Deməli, birinci baxırıq ki, buradakı verilmiş nöqtəyə baxırıq ki, 4,1-dir. Burada 10,2, daha doğrusu 4,1, deməli 4,10 etmiş olur. Bu da %11, %12 kimi yaza bilərik. Bunu yazır ki, 4,12 qeyd etmiş olur. Yəni, birinci nöqtəni qeyd etmiş olduq ki, burada oldu neçə? 4,12. Daha sonra bizə deyir ki, hansı natural ədədə yaxın olduğunu tapmaqla təhliklərə qədər yuvarlaqlaşdırın. Yuvarlaqlaşdırmış olduq. Neçəyə yaxındır? 4 ilə 5 arasında yerləşir və 4-ə yaxın olduğuna görə 4 qeyd etmiş oluruq. Növbəti baxırıq ki, nöqtə hardadır? Burada 4,4-dür, yəni 4,40 kimi götürmüş olsaq, bu gələcək 41, 42, 43, 44, 45, 46, 47. Deməli, olacaq 4,47 etmiş olur ki, bu da daha yaxındır, 4-ə yaxın olduğuna görə təhliklərə qədər yuvarlaqlaşdırmış olsaq 4 etmiş olacaq. Növbəti baxırıq ki, 4,6-nın üzərində qeyd olunub qırmızı nöqtə, yəni verilmiş nöqtə. O zaman 4,6 yazmış oluruq və 4,6 bu dəfə 5-ə daha yaxın olduğuna görə təhliklərə qədər yuvarlaqlaşdırmış olsaq 5 etmiş olacaq.
Digərlərində, yəni bu qayda ilə tapmış olursunuz ki, belə deyək də biz artıq burdan 3 dənəsini yazdıq, daha 3-ü də qalıb. Yəni bu nöqtəni qeyd edirsiniz. Bu nöqtə qeyd olduqdan sonra hansı mərtəbə, yəni məsələn 4,6-dır. İstəsəz soldan sağa saymaqla məsələn 4,60 kimi bunu götürmüş olarıq. Ondan sonra 61, 62, 63, 64, 65, 66, bir dənə baxaq. 1, 2, 3, 4, 5, 6, 7. Yəni 67 olmuş oldu burada. Bura nə edirik? 4,67 qeyd etmiş oluruq. Bir dəfə sayma və yaxud da ki, tərsinə geri də saya bilərsiniz. Məsələn 4,70-dir. Bu da 69, 68, 67 geri saymaqla da tapmaq olar. Və bundan sonra da onu hansı natural ədədə yaxındırsa, həmin natural ədədə, yəni təhlillərə qədər yuvarlaqlaşdırmış olarsınız. Davam edirik 2 nömrəli tapşırıqla. 2 nömrəli tapşırıqda yazır ki, verilmiş onluq kəsrləri ədəd oxundan istifadə etməklə onda birlərə qədər yuvarlaqlaşdırın. Mən sondan 3 dənəsini qeyd etmiş olaram, yaxud da ki, birində buradan əlavə edeyim, 4 dənəsini. Onda birlərə qədər yuvarlaqlaşdırmış oluruq. Baxırıq ki, 1,42-dir və biz ədəd oxunda bunu onda birlərə qədər yuvarlaqlaşdırmış oluruqsa, bu 1,2-dir, yəni ki, %20-dir. Bu %21-dir. Bu şəkildə davam etmiş olur. İndi biz ədəd oxunu ehtiyac yoxdur. Yəni hər dəfə ədəd oxunu əslində çəkməyimiz lazımdır ki, belə eləyək də. Necə yazıldığını burada bir dənəsini nümunə olaraq sizin üçün qeyd edeyim. Digərlərini artıq o ədəd oxunu çəkməyəcəm. Siz çəkmək istəsəz çəkərsiniz. İlk öncə yazırıq ki, məsələn 1,42 yuvarlaqlaşdırmaq istəyirəm. Bir dənə ədəd oxu çəkirəm. Onda birlər, yəni bunu 10 bərabər hissəyə böləcəm. Deyək ki, buradan gözləyin. Buranı qeyd elədim. Məsələn, deyək ki, oldu 1,4 etmiş oldu. Bunu 10 bərabər, məsələn 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, yerləşmək deyək ki, burada 10. 10 bərabər hissəyə böldüm. Burada oldu 1,5 etmiş oldu. Bizim bu 1,42, burada 40'dır, bu 41, bu 42. Burada yazıram ki, 1,42. Buranda bizim az öncə verdiyimiz ədəddir. Onda birlərə qədər yuvarlaqlaşdırıqsa, ədəd oxunda görürük ki, 1,4-ə yaxındır. Deməli, yazırıq bura 1,4 kimi qeyd etmiş olur. Yəni, bu şəkildə bizdən istəyir. Hər birində, əgər tapşırığı tam olaraq yazmaq istəsəniz, hər birində bu şəkildə yazıb aşağısında onda bir, yəni məsələn deyək ki, burada neçədirsə onda birlər mərtəbəsi, onda birlər məsələn burada 1,22-dir. Demək 1,2 yazmış olarsınız bir başında. Digər başında da 1,3 yazırsınız. Bu aralığı 10 bərabər hissəyə bölünsünüz. 1,22-nin hara düşdüyünü tapdıqdan sonra yuvarlaqlaşdırmış olarsınız. Məsələn deyək ki, 1,22 neçəyə yaxındır? 1,2-yə yaxın olmuş olacaq. Buraya yazır ki, 1,2. Digərində 1,39. Məsələn, deyək ki, bura 1,3-ü qeyd etmiş olduq. Burada da, məsələn, deyək ki, 10 bərabər hissəyə böldük. Burada 1,4-ü yazmış olduq. Və bizim nöqtəmiz haradasa, belə deyək də, gəlib düşdü, deyək ki, bura. Bu oldu neçə? 1,39 etmiş olduq. Nəyə yaxındır? 1,4. Deməli, yazırıq ki, 1,39 yuvarlaqlaşdırdıqda 1,4 etmiş olacaq. Vaxt getməsin deyə mən ədəd oxunu çəkmirəm. Yəni siz hər biri üçün bu şəkildə ədəd oxu çəkirsiniz. Bir dənə də sonuncu üçün də deyək ki, mən çəkim. Burada nəsə yazıb 1,48 yazıram bura. Gəl burada mavi ilə yazmış olaq. Yazıram ki, 1,48 yuvarlaqlaşdırmış oluram. Ədəd oxunu çəkim buradan. Ədəd oxunu buradan çəkmiş olaq. Gəl biraz bu başdan çəkəydim. Nəysə. Bura 1,4-ü yazmış olacam. 1,4-ü qeyd edim. Burada 1, məsələn 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu da məsələn deyək ki, 10. Burada 1,5-i qeyd eləmiş oldum. 1,48 bu 1,41 elə ki 41-dir burada. 1,41. Hər biri bana 1-1 artır. 42, 43, 44, 45, 46, 47, 48. Gəldi düşdü hara? Bura 1,48.
və neçəyə yaxındır? 1,5-ə yaxındır, 1,5 yazmış olur. Mənə elə gəlir ki, buradakı izah artıq sizi qane etmiş olacaq və digər tapşırıqlarda, yəni daha doğrusu buradakı yazmadıqlarımızda ilk 4-ünü yazmamışdıq. Onları da bu şəkildə nümunəyə uyğun olaraq yazıb həll eləyə bilərsiniz. 3 nömrəli tapşırıqda yazır ki, onluq kəsirləri qeyd olunmuş mərtəbəyə qədər yuvarlaqlaşdırın. Artıq biz yuvarlaqlaşdırma qaydasını bilirik. Kitabınızda da əslində qeyd olunub burada. Az öncə yuxarıda gözləmədə. Deməli 4 addımdan ibarət. Birinci yuvarlaqlama məsələn bir rəqəmi işarələyirik, yəni altından xətt çəkirik. Bu rəqəmin sağındakı rəqəmə baxılır. Sağında, yəni ondan kiçik mərtəbədə duran rəqəmə baxılır. Əgər 5-dən kiçikdirsə, yuvarlaqlaşması tələb olunan, yəni altından xətt çəkdiyimiz rəqəm olduğu kimi qalacaq. Yəni kəsr hissədirsə, o zaman sağındakı rəqəmlər yazılmayacaq. Ümumiyyətlə yazmırıq. Yox, əgər 5 və 5-dən böyükdürsə, o zaman işarələməşi rəqəm 1 vahid artırılacaq. Yenə də kəsr hissədirsə, yəni onda birlərə qədər yuvarlaqlaşdırırıqsa və ya da o 100-də-birlər və ya da 1000-də-birlər, bu zaman həmin rəqəm 1 vahid böyüdükdən sonra sağındakı rəqəmlər sıfırlar yazılmayacaq bu şəkildə. İşarələnmiş rəqəmin sağındakı bütün rəqəmlər sıfırla əvəz olunur. Kəsr hissənin sonundakı sıfırlar silinir. Bax görürsüz. Kəsr hissənin sonundakı sıfırlar silinir. Yəni kəsr hissənin sonundakı sıfırları yazmarıq. Bunu da sizin nəzərinizə çatdırdım və kitabınızda da çox gözəl şəkildə qeyd edilmişdir. İndi biz yenə də 3 dənə nümunə buradan qeyd etmiş olaq. Məsələn, deyək ki, birincisində yazılır ki, 0,1000-də 600-ını yaxşı yazaq, 627. Yuvarlaqlaşdırırıq. 100-də-birlər mərtəbəsinin altından xətt çəkib, sağındakı rəqəm 7 olduğuna görə deməli 2 1 vahid böyüyəcək, 3 olacaq. O da 0,63 etmiş olur. Digəri məsələn 1,1000-də 634. 634. Təhlillərə qədər yuvarlaqlaşdırmadır. Sağındakı rəqəmə baxırıq ki, 6-dır. Yəni birin təhlil mərtəbəsinin sağında, onda birlər mərtəbəsində 6 olduğuna görə təhlil mərtəbəsindəki rəqəm 1 vahid böyüyəcək. 1-i 1 vahid bölsə 2 etmiş olacaq. Kəsir hissəyə keçdiyimizə görə kəsir hissədəki sıfırlar yazılmır, yəni onlar silinir. Belə deyək də, burada sıfırlar yazıb yazmağa ehtiyac yoxdur. Bunları nə edirik? Silirik. Mən də yazmıram. Bu qədər. Daha sonra baxırıq ki, növbəti 7 tam yazırıq bura. 7 tam 1000-də 524-dür. 100-də-birlərə qədər yuvarlaqlaşdırmaq istəyirik. Sağındakı, yəni 1000-də-birlər mərtəbəsindəki rəqəm 4 olduğuna görə 100-də-birlər mərtəbəsindəki rəqəm olduğu kimi qalacaq. Yəni ora qədər nə varsa olduğu kimi köçürdürük və 1000-də-birlər mərtəbəsi 0-la əvəzlənir ki, o 0-ı da yazmırıq. Bu qədər keçirik növbəti tapşırıq. 4-cü tapşırığa. 4-cü tapşırıqda nə yazır? Yazır ki, yuvarlaqlaşdırın təhliklərə qədər. Birinci məsələn burada 2 dənəsini buradan yazmış olarıq. 2 dənəsini buradan yazarıq və 2 dənəsini də buradan yazmış olsaq yetərli olacaq. Birincisində yazır ki, 9,501. Təhliklərə qədər deyirsə, təhlil mərtəbəsinin altından xətt çəkirik. Sağındakı rəqəm onda birlər mərtəbəsində 5 olduğuna görə 9 1 vahid bölsək olacaq 10 və kəsr hissənin sıfırlarını yazmırıq. Daha sonra baxırıq ki, 0,1000-də 999-dur. Yenə də təhlillərə qədər yuvarlaqlaşsa altından xətt çəkdik və sağındakı rəqəm 9 olduğuna görə 0,1 vahid böyümüş olsa olacaq. Bir kəsr hissəyə sıfırları yazmırıq. Növbəti onda birlərə qədər yuvarlaqlaşdır deyir. Gəlin bunun rəngini dəyişək. Qırmızı ilə yazaq. Yazır ki, 5,1000-də 307. Onda birlər mərtəbəsində duran rəqəmin altından xətt çəkirik. Sağındakı rəqəm 0 olduğuna görə 3 olduğu kimi qalacaq. O da 5,10-da 3 kimi yazmış olar. Daha sonra yazıb ki, 1,1000-də 99. Baxırıq, onda birlər mərtəbəsinin altında 0-dır, 0-ın altından xətt çəkirik və 0-ın sağında duran rəqəm, yəni sağdakı rəqəm 9 olduğuna görə 1,1 olmuş olacaq, 0,1 vahid böyüyür və kəsr hissənin sonundakı sıfırlar yazılmır. 100-də-birlərə qədər yuvarlaqlaşdır deyir və bunu da 100-də-birlərə qədər yuvarlaqlaşdırmış olsa, ilk olaraq 2,1000-də 863 yazırıq bura. 2,1000-də 863 və 100-də-birlərə qədər yuvarlaqlaşsa, sağındakı rəqəm 3 olduğuna görə 2,86 etmiş olacaq. Və 2,1000-də 999.
və bunu da %1-lərə qədər yuvarlaqlaşdırmış olsaq, sağındakı rəqəmə baxırıq ki, 9-dur. Və bu 1 vahidi böyüyəcək. Yəni belə deyək də, %1-lər mərtəbəsində 9-dur. 1 vahid də üzərinə gələndə 10 etmiş olacaq. Artıq 10 dənə %1 bir onda 1 əmələ gətirmiş olur. Bunu ötürürük onda 1 mərtəbəsinə, yəni elə bir ki, bura 0 yazıb növbəti mərtəbəyə o 10-luğunu ötürürük. Burada da təhlikdə də 9-dur. Bunun da üzərinə 1 gələndə 10 eləyir. Burada 0 yazıb ötürürük növbəti təhlillər mərtəbəsinə. Bu da təhlillər mərtəbəsində 2-də onda 1 vahid arsanda 3 etmiş olur. Və digər mərtəbələr zaten 0 olduğuna görə kəsir hissədə və kəsir hissəni də yazmırıq. Cavabımız olacaq 3 etmiş olur. Yəqin ki, fikrimi çatdıra bildim. Yəni bu artıq bizim üçün daha rahat hesablama oldu ki, əslində bu natural ədədlərdə də belə idi. 9 isə 1 vahid artıranda 10 eləyirdi, 0-ın yazırdıq, növbəti mərtəbə ötürdük. Bu cür ötürə-ötürə ta ki sona qədər davam etmiş olurduq. 5-ə baxırıq. 5-də yazır ki, hər şərtə uyğun 3 onluq kəsir yazın. Onda birlərə qədər yuvarlaqlaşdırdıqda 2 tam onda 8 alınan. 3 dənə ədəd yazmış oluruq. Bax, aya uyğun olaraq 3 dənə belə ədəd yazmış olacaq. Birinci yazılır ki, 2 tam %75. Məsələn, bunu biz onda birlərə qədər yuvarlaqlaşdırmış olsaq, 2 tam onda 8 etmiş olacaq. Yəni, birin yazsın, digərlərinə ehtiyac. Daha sonra yaza bilərik ki, 2 tam %83 yaza bilərik. Bir dənə də bunu yazmış olduq. Birini də buradan yazaq ki, bunu da yuvarlaqlaşdırmış olsaq 2,8 etmiş olur. Və birini də yazaq, deyirik ki, 2 tam %79 və s. və ilaxır. Yəni bunlardan hər hansı birini yaza bilərsiniz. Yəni bu şəkildə qeyd etmiş olar. Bu da isə 2 tam onda 8 etmiş olur. Birinə baxaq, yəni %1-lərə qədər yuvarlaqlaşsa 4 tam %36 alınan. Bunun üçün B üçün yazmış oluruq. Bu yazır ki, 4 tam 1361 məsələn yazmış olsaq, bunu %1-lərə qədər yuvarlaqlaşmışsa 4 tam %36 etmiş olacaq. Daha sonra birini də yazaq ki, 4 tam məsələn deyək 1364 də yazmış olaraq. Bunu da yuvarlaqlaşdırsaq eyni nəticəni almış oluruq. 4 tam 1355 də yazmış olsaq, bunu da məsələn yuvarlaqlaşdırmış olsaq, 4 tam %36 cavabını almış olar. Sonuncusun, yəni belə deyək, təhlillərə qədər yuvarlaqsa 1 alınan ədədlər. Artıq siz bilirsiniz ki, 1 nə zaman alına bilər? 1-dən sonra, yəni 1 tam, 1-dən sonra 4 gələrsə, bu 1 olduğu kimi qalar və ya da 0 tamdan sonra 5 və ya 5-dən böyük. Yəni 4-dən kiçik və belə deyək də 4-dən kiçiyi gəlmiş olsun. 4-dən kiçiyi gəlmiş olsun burada yazılan. Burada isə nə olacaq? 5-dən böyüyü gəlmiş ola bilər. Hər hansı birini yaza bilərik. Bu şəkildə yəni davam etmiş olarıq. Siz sonuncusunu qeyd etmiş olarsınız. Davam edirik. Məsələlər gəlir. 2 dənə də məsələ var. Yazır ki, Lalə fikrində bir onluq kəsir tutdu. Bu onluq 2 dənə deyil, 3 dənədir bu arada. Bu onluq kəsir 0,4, 5 və 7 rəqəm, bax 0,4, 0, 4, 5 və 7 rəqəmlərinin hər birindən bir dəfə istifadə etməklə yazılıb. Bu ədədi onda birlərə qədər yuvarlaqlaşdırdıqda 0,8 alınır. Lalə fikrində hansı ədəd tutulur? Əgər burada 8 yoxsa, deməli bu onda birlər mərtəbəsində 7 olub. Bu 100% ki, təhlillər mərtəbəsi 0-dır. Deməli bu ədədimiz belə olacaq da 0, 0-dan sonra 7 gəlib və 7-nin də 8 olması üçün 7-dən sonraki, yəni %1-lər mərtəbəsindəki rəqəm 5 olmalıdır. Onda sonuncusu da neçə olacağını artıq bilirsiniz. Lalənin fikrində tutduğu ədəd məlum olacaq. Yazır ki, 7-də Samirin fikri doğrudurmu? 0 tam yazır ki, 1449-u %1-lərə qədər yuvarlaqlaşdırsaq eləyəcək 0 tam %45 etmiş olur. Onda deyir ki, 0 tam %45-i yuvarlaqlaşdırmış olsaq eləcək 0 tam onda 5 olduğunu qeyd etmiş oluruq. Onda deyir ki, biz olduğu üçün 0 tam 1449-u %1-lərə qədər yuvarlaqlaşsa 0,5 etmiş olacaq. Xeyr, bu fikir doğru deyil. Çünki hər bir mərtəbəyə qədər yuvarlaqlaşdırdığı, hansı mərtəbəyə qədər yuvarlaqlaşsa,
o mərtəbədə duran rəqəmin sağındakı rəqəm bizim üçün önəmlidir. Yəni burada əgər mən bunu yuvarlaqlaşdırıramsa, heç zaman burada 0,5 ala bilmərəm. Yəni bura qədər yuvarlaq. Çünki mən 10,5-lərə qədər, 10,1-lərə qədər burada yuvarlaqlaşdırmamışam. Yuvarlaqlaşdırma odur ki, yəni hansı mərtəbəyə qədər yuvarlaqlaşdırırsa, o mərtəbənin sağındakılar sıfırlanır. Yuvarlaqlaşdırma, yuvarlaq, yəni biz bilirik ki 10 rəqəm var. Bu 10 rəqəm içərisində yalnız bircə dənə yuvarlaq rəqəm var, o da 0-dır. Yəni hansı mərtəbənin altdan xətt çəkirsə, onun sağındakılar 0 olacaq. Əgər burada 0,5 yazırıqsa, deməli 5-in sağındakılar, 10,1-lərin sağındakıları 0 edirik. Amma burada bizə şərtdə axı yazmır. Şərtdə isə bizə göstərir ki, yəni altından xətt çəkilibsə 100%-lərin, deməli 100%-lərin sağındakı rəqəmlər 0 olmalıdır. Bu qədər. Davam edirik. 8 nömrəli tapşırıqla nə zaman 0 ola bilərdi? Əgər bu 4 də əlbəttə 9 olsaydı, yəni 4-ün yerində 9 olsaydı, o zaman deyilən kimi olardı. Çünki o 9 bir vahid böyüyəcəkdi və 0 olmuş olardı. 8-də yazışı şəkildə dünyanın ən kiçik quşu olan arı quşunun 3 növü və onların kütlələri göstərilib. Quşların kütləsini ifadə edən ədədləri hansı mərtəbəyə qədər yuvarlaqlaşdırdıqda onlardan ikisi bərabər olur? Quşların kütləsini ifadə edən ədədləri hansı mərtəbəyə qədər yuvarlaqlaşsa hər üçü bərabər olacaq. Deməli, hansı mərtəbəyə qədər yuvarlaqlaşdır deyəndə biz baxırıq ki, əgər məsələn deyək ki, birinci şərtə görə yoxlayarıq bir-bir. Məsələn, 100%-lərə qədər yuvarlaqlaşdırırıq. 100%-lərə qədər yuvarlaqlaşdırırıq. Bu olacaq, məsələn, birincisinə baxırıq ki, 1,1860, 60 deyil, 57-dir. 57-ni yuvarlaqlaşdırırıq 100%-lərə qədər. Görürük ki, neçə olur? 1,86 olur. İkincisini də yuvarlaqlaşdırırıq. Görürük ki, burada yəni axı olmayacaq. Zaten bunun tam hissəsi 2-dir. Bunu ümumiyyətlə müqabilə edək də o sıralamaya sala bilmərik. O zaman nə edirik? belə deyək də 1000-915-ə baxırıq ki, bunu da yuvarlaqsa burada zaten 9 da 10,1-lər mərtəbəsində. Bu da 1,992 etmiş olur. Bunlar bərabər deyil. Deməli məlum olur ki, 100%-lər deyil, 10,1-lər ola bilər. 10,1-lərə qədər yuvarlaqlaşdırmış olsaq, bu 8 bir vahid böyüyəcək 9 olacaq. Buradakı da yəni ki, daha götürüb ortadakını zaten müqayisə aparmırıq. Ortadakı da baxırıq ki, burada 9-u zaten ondan sağda 1 gəldiyinə görə olduğu kimi qalacaq. Deməli, bu da 1,9 etmiş olacaq. Digəri də 1,9 etmiş olacaq. Və buradan da deyirik ki, hansı quşlar? Quşların adları yazılmayıb. Quşların kütləsi, şəkildəki dünyanın ən kiçik quşları olan arı quşunun 3 növü. 3 növüdür. Bunlar rənglərinə görə sarıdır, mavidir, bir də yəni alabəzək forma. Mən bunların sözün düzün növünü bilmirəm. Ona görə də bu növlərini yaza bilmərəm. Birinci, ikinci, üçüncü. Yəni birinci ilə üçüncü 10,1-lərə qədər yuvarlaqlaşsa kütlələri eyni olacaq. Gəldi ki, yerdə də qaldı nə? Deməli 100%-lərdə olmadı. 10,1-lərdə 2 dənəsi 10,1-lər. Quşların kütləsini ifadə edən ədədlərin hansı mərtəbəyə qədər yuvarlaqsa hər üçü bərabər olar. Hansı mərtəbə qalıb? Artıq bunun da cavabı çox bəllidir. Bunu da özünüz bir qədər fikirləşib cavablaya bilərsiniz və bunu da yoxlaya bilərsiniz. Əslində bunu ehtiyac yoxdur. Sadəcə mən izah üçün burada sizin üçün qeyd etmiş oldum. Biz nə edirik? Fikir veririk. Nəyə fikir veririk ki, mərtəbələrə baxırıq ki, məsələn, 100%-lər mərtəbəsində 5-dir. Burada 100%-lər mərtəbəsində tam hissəsi 1 olanlar ikisini götürmüş olarıq. Yəni təhlillər mərtəbəsi. Burada isə neçədir? Burada 1-dir, burada isə 5-dir. Heç zaman bu 1 böyüyüb 5 ola bilməz. Yəni bunlar bərabər olur. 10,1-lər mərtəbəsində bu 8, 9 ola bilər. Bu 9 olduğu kimi qalır. Deməli birinci sualımızın cavabı olacaq 10,1-lərə qədər. İkinci sualımızın cavabı da artıq özünüz məlumdur. Bir qədər fikirləşib cavabını verə bilərsiniz. Yəni mən buradan demək istəmirəm, özünüz yazarsınız. Növbəti video izahatda görüşmək ümidi ilə hələlik sağ olun.